Çempionlar Liqasının növbəti qarşılaşması öncəsi Qarabağ Futbol Klubunun düşərgəsindən narahatlıq doğuran xəbər yayılıb. Ağdam təmsilçisinin əsas qapıçısı Mateos Koxayevski zədəsini hələ də tam sağalda bilməyib və onun sabah keçiriləcək oyunda iştirakı ciddi sual altındadır. Komandanın tibbi heyəti Polşalı qolkiperin bərpası üçün bütün imkanlardan istifadə etsə də, son qərarın yalnız oyun öncəsi məşqdən sonra veriləcəyi bildirilir. Hazırki vəziyyət isə göstərir ki, məşqçilər heyəti ən pis ssenariyada hazır olmağa məcburdur. Qeyd edək ki, Koxayevski son maçda da heyətdə yer almamışdı. Həmin görüşdə onun yoxluğunu Fabian Buntiç doldurmuş və qapını qorumuşdu. Sabahki kritik qarşılaşmada da eyni ssenarinin təkrarlanması ehtimalı yüksək qiymətləndirilir. Rəqib isə İngiltərənin iddialı klublarından biri olan Newcastle United'dır. Fiziki gücü və sürətli hücumları ilə seçilən böyük komanda qarşısında əsas qapıçının olmaması Qarabağ Futbol Klubu üçün ciddi problemə çevrilə bilər. Buna baxmayaraq, köhlən atların doğma meydanda oynayacaq olması və azarkeş dəstəyi komandanın əsas ümidlərindən biri sayılır. Qarabağ son illərdə Avropa səhnəsində göstərdiyi çıxışlarla sübut edib ki, ən çətin vəziyyətlərdə belə mübarizə aparmağı bacarır. Nəticə: əsas qapıçının oyunda iştirak etməməsi ehtimalı Qarabağ üçün böyük risk yaratsa da, komanda B-o çətinliyi fürsətə çevirməyə və güclü rəqib qarşısında növbəti sensasiya imza atmağa çalışacaq.